Xarabalıqlar mənim ən sevimli yerlərimdir. Çünki orada məni heç kim tuta bilməz. İnsanlar həqiqətən də çətin vəziyyətdə idi. Günlərdir dağıntılar altında qalanları xilas etməyə çalışırdılar. Ağır yaralılar, vəfat edənlərin sayı gün keçdikcə artırdı. Mən masanın üstündəki kameralardan birinə yaxınlaşdım. Ön pəncərələrimlə kameranı tutmağa çalışdım. Şanslı idim. Oğlan başa düşdü və kiçik kameranı belimə qoydu. Mən ehtiyatla hərəkət etsəm də kamera belimdən sürüşüb sındı. Oğlan ayağa qalxdı və mənə bir pendir gətirib verdi. Çox dadlı pendir idi. Pendiri yeyib yatdım. Səhəri gün oğlan belimə kiçik bir çanta qoydu. Kameranı onun üzərinə yerləşdirdi. Başda yenə qorxdum ki, kamera sürüşüb düşəcək. Amma hərəkət etdikcə gördüm ki, kamera yerində qaldı. Sevinirdim. Oğlan məni əvvəlcə xarabalığa apardı. Belimdə kamera, başladım qaçmağa. Bir andaca gözdən itdim və taxtaların altındakı pişiyi tapdım. Pişik. Nə qədər pişikləri sevməsəm də, köməyə ehtiyacı olan birini gördümsə, özümü saxlaya bilmirəm. Neyim, mən də beləyəm də. Bəli, ilk xilas etdiyim canlı pişik oldu və beləcə mən xilas edici kimi fəaliyyətə başladım. Artıq hamı məni xilas edici kimi tanıyırdı. Bacı qardaşlarımın yanına getdim. Onlar məni görəndə həm sevinib, həm də təəccübləndilər. Mən başıma gələnləri onlara danışdım. Ailəm mənlə fəxr edirdi. Balaca sıçovullar da xilas edici olmaq istəyirdilər. Hamısını yığıb apardım məntəqəyə. Balacaların ağzı açıq qalmışdı. Nə qədər zərər çəkmiş məntəqələr var idi. Hamımız çantalarımızı geyinib dağıntıların altına girdik. Nə qədər qadınlar, uşaqlar xilas edilməsinə kömək etdik. Çox sevinirdik. Beləcə bütün balacalarımızı xilas edici kimi yetişdirməyə başladıq. Düzü, ümid edirdik ki, sayımız artsa, işimiz azalar, amma təəssüf ki, belə olmadı. Hər keçən gün zəlzələlər, yanğınlar, müharibələr artdı. Çox istəyərdim ki, insanlar bir-birini sevsin, dəstək olsunlar. Bizim əlimizdən bir kömək gəlir. Hər nə qədər bizi görəndə qışqırsalar da, vəzifəmizi sevərək yerinə yetirəcəyik. Ümid edirəm ki, hekayəm xoşunuza gəldi. Kim düşünərdi ki, yemək üçün gizlincə girdiyim evdən qəhrəman olaraq çıxım. Unutmayın, güc içimizdədir. Onu kəşf edib inkişaf etdirmək lazımdır. Olun dostlar.